Azerbaycan'dan kalktı geldi. Kıymetli kardeşimiz, can dostumuz, kardeşimiz diyoruz ya hani. Dün de çok güzel bir konuşma yaptı üniversitede. Herkesi duygulandırdı. Önce tanıyalım isterseniz sizi. Mən Rıza Ağalı, Cumhuri Azərbaycandan. Azərbaycandan yüzlərlə müsəlmanlar, əziz rəhbərimizin, şəhid rəhbərimizin təşyid cənazəsinə gəliblər. Və bunu demək istəyirik ki, biz hər zaman əziz və böyük İran xalqının yanındayıq. Son damla qanımıza qədər, son nəfəsimizə qədər əziz İranlı qardaşlarımızla meydanlarda varıq və inşallah bundan sonra da olacaq. Və İslam ümmətinin əziz rəhbəri İmam Müctəba Ağa ilə beyyətimizi təzələyirik və deyirik ki, Ağacan, biz son damla qanımıza qədər sizinlə bu meydanda varıq, sizin dostlarınızla dost, düşmənlərinizə qarşı düşmənik. Siyonist İsrail rejimi və qaniçən Amerika rejimi tək İran xalqının düşməni deyil. Onlar müsəlmanların, dinimizin, qibləmizin, Qur'anımızın qatı düşmənləridir. Siyonist İsrail rejimi və qaniçən Amerika rejimi namərdcəsinə günahsız yerə mədrəsələri bombalayıb, günahsız yerə orada insanların, körpələrin qanın tökməklə özlərinə qəhrəman deyirlər. Bu qəhrəmanlıq deyil, bu bir şərəfli, vicdansızlıqdır ki, onu da Siyonist İsrail rejimi və Amerika rejimi etdi. Həmd olsun Allaha, heç kəs böyük və əziz İran xalqının izzətini aradan apara bilməz. İran xalqına izzəti verən uca Allahdır. 4 aydır ki, İran xalqı küçələrdə, xiyabanlarda yağış demədən, qar demədən, isti demədən öz keşvərlərindən, din o İslamdan difa edirlər. Mən məxsusən də Cumhuri Türkiyədən gələn əzizlərimizə təşəkkür edirəm ki, həqiqətən də Türk qardaşlarımız öz canları ilə, öz malları ilə İran xalqına dəstək oldular, yardım etdilər və İran xalqı ilə bir yerdə meydanlarda oldular. Çok sağ olun. Teşekkürler, ağzına sağlık. Tabii